Sadiqin əl çalmağı elə bil ki, atom bombası zalım. 99-cu qrupun 100-lü seriyanın sonuncu qrupun skeç imtahanı olacaq. Çox maraqlı və necə deyirlər, dəli dolu uşaqlardır, rəngli uşaqlardır və görək nə hazırlayıblar. İzləyicilərdən də hər zaman bir xahişim olur ki, bizim tələbələrə şans versinlər. Çünki aktyorluq sadəcə aktyorun möhtəşəm performansından və yaxud da digər şeylərdən asılı deyil. Aktyora birinci növbədə izləyici şans verməlidir. İcazə verməlidir ki, bəli, sən aktyor ola bilərsən. Bu adı izləyici aktyora verir və bizim uşaqlara da şans versinlər. Nəticədə öyrənmək üçün çıxırlar bura, yəni peşəkar deyillər. Proses özü peşəkar deyil, prosesin özü tədris proqramıdır. Tədris proqramından biraz mühakimə eləyəndə ona görə mühakimə eləsinlər ki, tədris proqramını peşəkar aktyorla müqayisə eləyib, biraz uşaqların çiyninə ağır bir məsuliyyət qoymasınlar. Öyrənməyə çalışan ilk kövrək addımlarıdır və izləyicilər də o uşaqların ilk kövrək addımlarında onların yanında olmaqları onlara biraz da güc verəcək, motivasiya verəcək. Uşaqlarımıza şans versinlər. İnanın ki, bu səhnə gələcəyin korifeylərini yetişdir, amma indi onlar hələ ki ilk addımlarıdır. Sadəcə hələ bu 6-cı ayını tamamlayırlar prosesdə. 6 aya əldə eləyə biləcəkləri nə bacarıblarsa onu əldə eləyiblər və onu siz dəyərli izləyicilərlə bölüşəcəklər. Alqışlarla baxaq görək nə hazırlayırlar. Nə hazırlamışsınız bugün? Birinci skeçimiz bizim taksi skeçidir. Şoferimiz boşboğazdır və bu bəzi naməlum şəxslər qəbul edir. Naməlum şəxslər bir şəkildə bir-birlərindən bağlantılı çıxırlar. Və bu taksidə maraqlı anlar yaşanacaq, müxtəlif qeybətlər olacaq. İnşallah ümid edirəm ki, bəyənərsiniz. Hamınıza xoş izləmələr. Allah bizi cindən, şeytandan, iblisdən qorusun. Allah probkalardan qorusun bizi. Yallah, bismillah. Allah karta pul atanlardan qorusun. Rızlar istəyənlərdən qorusun bizi, ay Allah. Getdik, getdik. Oy. Gəl, bala, gəl. Gəl. Geç. Allah, bismillah. Ara deyirik, Canik. Salam. Mənə zəhmət olmasa bulvara apar. Yine probkadır. Allah da eşitmədə bizi. Bəs siz də bezdirmişsiniz yalnız. Probkadır da apardasan. Pulun vermirik. Yaxşı, necə bir əsəbisiz, xanım, əsəbisiz. Sənə güvənə bilərəm. Az ona deməkdə, mən psixolog olmuşam. Dost indi indir olduram. Dost indi sən ona buna pul vermə. Oturub Sherlock Holmes. Doğrudan deyirsən. Az 100%. Qızım, bir dənə nauşnik tutaq. Dəfək al. Nə olub? Fəsən ona deyən nə olub? Bilirsən nə olub? Adımız nə idi bu arada? Qəhrəman. Qəhiş. Başa düşdüm. Sizin adınız nədir? Natasha. Oy aman, yandırar adam bu. Deməli bilirsiniz nə olur? Aha. Mənim bir dənə sevgilim var. Adı Maskadır. Bu yetimçə də ondan deyə. Adı Maskadır. Prosta bilirsən, bu mənə çox pul xərcləyir. Brend markalardan paltarlar alır, sumkalar alır. Sumkamı da o alıb bu arada, telefonumu da. O gün mən demişəm mənə ev al. Mənə gedib ev Sibrizdən yox, gedib 28 molun ortasından alıb. Mən demişəm sən mənə niyə Sibrizdən almırsan evi? Canik belə şey olmur da o şeydə. Öz arvadından da boşanmır. Nə qədər olar? Elə deyirəm arvadından boşanmır. Allah onun canından alsın elə, canını alsın. Öldürür məni, nə qədər olar elə. Allahım. Deyirəm boşan da. Deyir yox arvadını boşanacam. İnanırsan boşanacam. Boşanmır. Sən mənə qulaq as. Qulaq as. Qəhiş danışır burada. Kişilərin özünün yanında saxlamağının 5 yolu var. Bunlara əməl elədin ha. Ha getdi o tərəfə. Birincisi, story olur ha. O yana bu yana yoxdur. Qulaq as. Hashtag kişilər sevmir insanları. Gərək onlara gözlə baxasınız. Doğrudan Bu deyirsən. möhtəşəm sizə Səncə deyirəm. aldanar ona? Az özü gələcək. Gəl bebeğim, gəl. Gəl bebeğim. Evdə arvadla qaç tutdu oynayırıq. O da elədi. Yes. Xanım bunun knopkası da yoxdur. Tamam qızımdan nə istəyirsən? Az qulaq as sən mənə. Hə. Az mesajlarına baxmırsan. Gördün ha yuxarıdan. Bir dənə quş. Mən ona Getdi. mesajlara baxmasam bu mənim qızıma necə baxacaq? Mənə pul Az verməyəcək. qulaq as. Gördün kartın nömrəsi var. Gir mesaja. Elə şey olmadı. Şey eləmə. İnan sənə qalacaq sənin yanında. Narahat olma Canik. Biraz yavaş sür də. Yaxşı. Sən görürsən qızıma nə edirsən? Qızım qorxdu ki. Az yaxşı stresssən Biraz bilirsən. yavaş sür də, qəhiş. Qorxma
qızım, qorxma, ağlama, ağlama. Qəhrəmanı da qəşş elədilər. Az narahat olma, Canik, sən deyirəm tutacağıq. Sən əsas mənim sözlərimi qulaq assın. Qulaq asacağam. 100 faiz götür onu beynə. Bax, inanıram sənə. Olmasa yığıb sənə şikayət eləyəcəm hər şeyi. Az narahat olmayın. Narahat olmayın. Çatdıq xanım. Davay. Sən mənə kartını göstər. Bir də mən sənin məsləhətlərinə qulaq asacağam. Narahat Sən mənə olma. kartını ver, maskatımı atacaq sənə. Maska mı atmayacaq? Atacaq, özü də artıq atacaq. Götür, kartın nömrəsi oradadır. Sə, atacaq sənə. Öpürəm. Dirol az, dirol. Dirol. Gəl qızım, gəl. Davay, davay. Davay, dirol. Allah, Allah. Oy, vay. Min. Ne olur Faz? 198 nömrəli maşını takip elə. Yoxsa ne olur? Oy, Matrix'dən gəldilər ha bunlar. Çatırıq ha, çatırıq. Yallah. Ay, saxladı ən maşını. Saxladı. Baba, biz hara gedirik? Əmi, anam çox seriallara baxıb, sən də Yenə sür. gecə çukura baxmışam. Yana da, sənə qızışmışdım hə sənə. Ana, sən bir dəfə demişsən Qardaş, baxma ona. qardaş bulvara sür. Bulvara. Tez elə. İkinci adam da bulvara gedir. Ne olur bir dənə məsəbirsiz? Ne olur? Mənə məzhəbi. Az yox, sənin üzündən zəhrimar yağır. Mənim. 100%. Mənə nur üstü qərənfil deyirlər. Sən mənə heç vaxt elə təhqir edə bilməzsən. O deyən axirətdə onu yaxşı elə eləyəcəklər. Qulağa sonra. Sən dərdini danışırsan, sənin danışanın, istəyənin yoxdur sənin. Səni qayından səni pis içinə qoyub, ərin səni pis içinə qoyub, mən sən gözlərindən bilirəm. Ay aman. Mənə bax görüm sən. Baxıram. Heç güvən vermirsən heç. Əziyyət və sən deyil. Heç bir qram güvən vermirsən mənə. Az qulaq as mənə, qulaq as. Sən dərdin var. Var? Hə. Ne olur sən yandırıb yaxın nə deyir? Tax buna. Bilirlər. Mənim bir dənə həyat yoldaşım var. Bax. Axşam mənə bir dənə əsəb verdi. Ay Allah. Axşam bizi bəs söhbət. Öldüm elə bilmədim. Axşam bizi bəs söhbətdir. Revmatizmalarım da qalxdı. Bax əllərimə var, nə tələsir. Revmatizm əldə olur. Məndə əldə var. Aslarısa danış, zəhrimar bıçaq it kimi qapırsıq məni. Danış. Nə deyirsən ana? Az yaxşıdır. Axşam da gəlmişəm ki, Aha. uşağın məktəb puludur. Bu da işdədir. Aha. Gözü çıxmış. Bundan da evdə 6 dənə var. Hamısının hər gün bir məktəb pulu çatır. Yox ya, oldu dənə. Hə. Qoy. Hamısı da qızdır. Yox ya. Hamısı da bunun kimi qara. Hə, bu biçim hər gün birinin bir şey pulu çatır da. Biri nə bilim mən 60 manat. Biri nə bilim mən idmana gedir. Biri ora gedir, biri bura gedir. Da nə edeyim mən yazıq nə edeyim? Ana ayamdım. Küçük də pul vermir hə. Yox, vermir, yox. Küçük vermir. Getmişik bazara, deməli qulaq as. Zəng eləmişəm buna, deyirəm ki, məzahir, pul at, uşaq meyvə istəyir. 2-3 manat. Bu da gəlib şeydir, meyvədən ötürü, banandan ötürü, bu nə bilim mən təzə greyfurtla ondan çıxıb. Mandalin bir də mama. Mandalin. Xiyar. Mandalin, xiyar meyvədir. Mama nə olar Allah, ay mama nə olar Allah. Hə, cəmaatın içində başladı mən biabır eləməyə. Da almır da axı. Sən səni yandırıb yaxan budur. Getmişəm bazara. Zəng gəlmişəm ki, pul at, deyir meyvə yemək istəyirsən. Deyirəm hə. Deyir götür yetimlərimi. Get deyir güya meyvənin dadına baxsan. Get bir dişləm al, keç o biri polkuya. Get ondan bir dişləm al, keç o biri polkuya. Ad olsun ki, orada satan qardaşa denən ki, ay qardaş dadına baxıram, mən bunlar da dadına baxsın. Hələ qaraçılıqdır. Gör mənə nə deyir. Qaraçılıq. Qərənflə. Qərənflə Sən yanmaz. adın nə oldu? Qəhrəman. Qəhməran. Qardaş, qəhrəman. Yəqin atanla nəsə problem var idi. İntiqam kimi ad qoyub sənə. Sən mənə istəyirsən? Eşidirəm. Sən mənə Sənə. kişiləri saxlamaq lazımdır ya yox? Saxlamaq lazımdır. Sənə bir dənə sual vereyim. Hə, Evə gələndə tez yatır. sən də deyəsən çox oldu, bilənsə. Qulaq as. Bizim ruldan başqa nə tuturuq ki biz? Qardaş, Hə, qardaş nədir? baxışda. Bacım. Tutmalısan ya yox? Bax, evə girdin, Instagramı yoxlayırsan birinci. Nəyi? Instagram. O nə dost? Instagram. Hə, yaxşı bilir ha bu. Yaman da, yaman. Ha, bu universitetdə oxuyur. Yaxşı. Hə. Mən niyə xəbərim yoxdur? Ha, səhər mən səni aparıb universitetə qoymuram. Şeyə, nə, adı udur, nədir? Litsey. Litseydir o. Hə. Az mən başım çıxır. Qardaş, mən eşitsən məni. Evə girdin ha. Cib. Yoxla cibi.
Niyə mən onun cibində bir sıçan çıxır onun cibindən? Ay Nə qala, var? sən öz sıçan çıxmayacaq. Sən öz, mən sənə söz deyirəm. Sıçan çıxmayacaq ki. Bir dənə bu boyda pomada, onu bir dənə tap onu. Düş onun vayına. Hazırsan, durursan buna. Hə. Yallah, sən inanırsan mənə? Hə. Düzən öl. Sən öl. Sən öl. Hazırlıqdır ki. Hə. Allah, bismillah. Çatırıq. Çatırıq. Mən səndə onu görürəm. Görürəm səndə. Hazırsan sən? Hə. Ya Allah, yamandır hə bə. Yandırıb yaxacaq indi onu. Hazırdan. Neçə manat tutdu? İndi 7 manat tutub, indi sən bizə 5-6 manat verdik, psixoloqdur bu indi. Həvəsini. Neçə manat? Az 15 manat verdi. Ala bu 2 manatı. Bu. Allah Şirin quş səni. alarsan. Allah səni ciddi. Şirin quş alarsan. Get. Allah səni sağ. Düşdü mama. Əməlli düş. Yaxşı. Tez. Axtarışa davam. Tez. Ay Allah. Hə, yaxşı taksi minəm, danışaq oldu. Salam bacıoğlu. Əleykum salam. Allah bismillah. Həzə üzündən yer zəhrimar yapırsan. Bir dəqiqə gözlə. Haydi can bala. Neysə sən. Niyə? Ay yaxşı, söyləmə, yanımda adam var, danışaq. Hara gedirik qardaş? Bilvara. Nə olub yerə yaman mı yavlaşırsa, yaman? Ey, danışası dərdim yoxdur. Sən danış içi bitir. Qəhrəman burdadır. Deməli, mən bir dənə arvadım var. Oy. Mamam elə bunu mən caladı, o gündən ömrümə fox qoydu. Hayda, mama söhbəti fərq etdi. Hə, davay davay. Bundan 7 dənə yetimsən var. Ay Allah, 7 nədir? Birinin hazırlıq pulu, birinin universitet pulu, Oy. birinin yeməyi, birinin geyimi, Ha. birinin bunun, birinin bunun, birinin bunun. Çatdıra bilmirəm. Qardaş, arvadın adı nədir? En iyi insan arvadım. Əl sən mənə deyirəm, mən sən yaxşı cadı deyəcəm. Qərənfil. Oy, qərənfil. Yallah bismillah, getdik. Yaxşı. Bax mənə görədə orada burada bir səhvin zadın olar. Hamımız kişiyik də, nə olubdu? Mən sənə nəsə deyirəm. Mən özüm 8 əzini birdən saxlamışam. Saxlayırsan? Allah, ya zor iş. Natasha. Kim? Natasha. İkinci baharım. Atası qurban, ondan da bir uşağım var. Kukla kimi. O bir şey yetimçəyə niyə elə söz demədin? Sən alma yeyirsən ananas. Ananas. Onu da. Bulvara girdik də. Ha. Kakras. Yaxşı söhbətlər var. Deməli, sən narahat olma. Qəhrəman sənin arxandadır. Yaxşı. Bulvara. Maşka! Başa düşmədim. Aradan para gedərsən. Cındır sən, cındır. Ay, Açındır. cındır da var sənə, düz basma. Natasha. Qızım, canım qızım. Mən sənə ata demişəm. Bərəkallah. Oh! Dediyi kimi. Subhanallah. Mənə demişdin qərənfildən boşanacaqsan. Oy Allah. Pəzərə tapması qapazı. Bundan mən də qorxuram sən. Yaxşı da lazım. Maska. Ay can. Maskan düşdü. Başa düşdüyün kimdir? 28-dən ev, hə? Qələt eləyər. Navastıra. Yalan deyil. Alacaqdı. Düz deyil. Gəl bura. Bura gəl. İndi mən sənə ev alacağam 28-dən. Düş qabağa. Şərəfsiz. Yalancı. Düş qabağa. Yaxşı da cındır bir cındır. Ne oldu? Növbəti skecimiz ailələr yarışır. Mədəniyyətli və mədəniyyətsiz ailə. Görək bu ailənin arasında nə müqayisə olacaq? Xoş izləmələr. Arvad. Yemeğini. Şərəf, zıqqım yer. Bax, belim ağrıyır, başım ağrıyır, hər yerim ağrıyır. O hayda deyiləm. Nereye bir şey yaşayıp tuvalete gidebilek de. Zəhər ye. Gəl otur. Ne oldu Fatih yine? Gör nə deyirəm. Ha. Qızımız gələcək birazdan. Canım qızım. Nə beş yıl? Gör nə deyirəm. Mənə oxşadığı üçün, çox belə oxuyan olduğu üçün, canım qızım. Beşlərlə gələcək. Birazdan gələcək, uşağın maraqlan. Eşitdin? Mənə oxşayıb da, hə? Bibisini oxşuyub.
Başa düşmədim. Allah uzaq eləsin. Nə oldu Fas bacıma? Qız dediyin xalasına oxşuyar. Xalası nədir? İncə xanım xatır. Danışana tüfrə danışı. Bibisi nədir? Ya, bibisi nədir? Sən bacın. Bu boyda elə bir begemotdur. Allah göstərməz. Yerində div yeriyir. Deyə qapıdan girəndə birinci qarnı girir. Keçən dəfə tərs girdi, travma yaşadım. Allah sən bəla versin. Allah sən bəla versin. Yaxşı. Gələcək. Oha, ah. Allah. Dəyişdim gəldim. Allah rəza. Gəl. Az çox şey eləmə, çox şey bilmirdim. Ay ol. Bugün bilirsiniz nə oldu? Nə oldu? Bu günlərim bir dənə qızı yox. Nə danışırsan? Bugün bir dənə qızla dost oldum. Allah səni. Oy Allah. Sən qızımdır da, qızım. Sən qızın tək doğmusan? Tək doğmusan? Az yaxşı. Qapmaya yetişmədim. Qapma. Yaxşı. Müəllimə nə verib evə? Yazmısan. Səhifə 1998-in səhifə elə də 1900-də. Bu bizim deyil. Az Elə yəni. səhifə doldu. Az 1900 səhifə olur. Yeni nəsil. Axı. Mən yox. Nə oldu qız? Heç nə ata, görərsən indi. Ay Allah. Kimdir qardaş? Xoş gəlmisiniz. Aleyküm salam. Nə olub qarın? Nə olub? Gördüyünüz kimi qızımız qolumu qırıb. Mən sındırmamışam, özün sındırmısan. Götürdü xırtdı Deməli belə. gözümün qabağında qıvırdı qolunu. Sən işin vurun, sən işin vurun. Olur da. Sizin qızınız mənim qızımın qolunu qırıb yerə qoyub. Yaxşı. Xəstəxanadan gəlmiş. Bir dəqiqə, qəbul eləmirəm. Mənim qızım bir mələkdir. O bir qarışqan belə əzmir. Mən qarışqa nəzmirəm, amma sən qızın qarışqa deyildi, o özünü səsin. Mələk hə, mələk. Tam desəz daha doğru olar. Qardaş, qaçın dayanın. Qaçın dayan. Kişilər danışır ya yox. Danışır kişilər. Danışsın. Maşallah kişiyə də oxşamırsan. Deməli, Hə. Əziz bəy, Bəli. sizin bu ləçər qızınız Oy Allah, vay. mənim Dəbra, bu dəbra. gözlə. Dəbra. Əl vurma, özün dur. Mənə dedi. Mənə. Qardaş, Eşidirəm. neçə oğlansan? Neçə adamsan hə? Bu nə söz dedi sənə? Cəmaət anası başı var hə. Nə olub hə? Sizin bu qızınız Hə. mənim bu gözəl qızımı gör nə günə qoyub. Mən şikayət mən ki qaraçıdır. Biraz oxşuyur. Mən deyiləm. Ay qardaş, qulaq as Aha. mənə. Gəl bunu normal əlləliyə, oyunda bu yanılmasın. Yaxşı, gizli eləmə. Götür gələk nə olur? Nə yaxşı? Ana bacın yanında işin. Mən qəbul eləmirəm. Mənim qızım elə bir şey eləyə bilməz. Bəlkə də özü qırıb. Özü qırıb, hardan bilirsən? Bəlidir bu. Xəstədir, başı çatmır. Sübut var. Bəlkə özün qırıb, sübut var, kameraman yoxdur. Üzünə baxanda bilinir necə ləçər. Qardaş, yəni biz daşa bilmir ya. Daşa bilmir ya biz. Oy. Belə baxıram. Təxmin elədiyim kimi sizlə normal danışıq olmayacaq. Ona görə müəllimi çağırmışam. Oy bu, işitmirən də bu. Nə oldu, əlaçsız qaldı? Səni əlaçsız eləyirəm. Qızınızı yığışdırın. Qızımıza tərbiyə verin, zəhmət olmasa belə. Sən kimə tərbiyə edirsən ki, özün tərbiyə Oy Allah, oy Allah, yandım, töküldüm hala. Qulaq as, qulaq as. Müəllim çağırıb səni. Bəli. Gəldi. Gəldi. Təkcə. Bu qaraçılara oxşama. Oh, müəllimə bax hə. Salam müəllimə. Xoş gördük yanınızı. Salam olur hə. Necəsən müəllimə? Salam müəllimə. Salam qızım. Mən xəbər aldım bir dənə. Bəli. Miray qızımız öz-özün qol sındırıb elə. Bəli, yəni qolumu qırıb. Mənə təsir elədi. Mən uşaqlarımdan belə bir şey gözləməz idim. Mən sizi böyütmüşəm. Siz mənim əllərimdə böyümüsünüz. Müəllim belə var. Nə qamağas? Mən yəni neçə əsrlik karyeramda ilk dəfə də belə bir şeylə qarşılaşıram. Heç Soruşma ayıb olmasın. Karyeranız neçə müddət? 2 ay. Abi fikir eləsə, bunun başına nələr gələr hə. Amma Xurama müəlliməmiz burdadır. Xurama müəlliməmiz həll eləyəcək öyrəsin hər şey. Əlbəttə ki, mən niyə görə gəlmişəm bura? Allah səni cavab eləsin. Çox sağ ol. Nə oldu? Müəllimə deməli belə. Bu qız Bu qız deyil mənim adım. var onun. Adım var mənim. mənim Ey, eşitsən hə. Xurama müəlliməmiz ölməyib ki.
Mən həll eləyəcəm hər şeyi. Necə? Əlbəttə ki. Əlbəttə. Gəlin belə bir şey eləyək. Mən bir balaca bir dənə yarışma düzənləyim. Suallar verim sizə. Uduzan tərəf qazanan tərəfdən üzr istəsin. Oyundayıq, atədə bir. Düzsünüz. Qorxursuz? Nə qorxursunuz? Oynayırıq da qızım, oynayırıq qızım, oynayırıq. Psixoloji problem var. Oynayırıq. Psixozunsan. Ay baba. Səsinizi alçaldan. Hazırsınız siz? Hazırıq, Razısınız, başlayırıq. yəni. Başlayırıq. Mən 2 ildir belə bir şey eləmirdim dedim bugün olar. Hiss edirəm. Bəli dostlar, günümüzün ilk proqramı ilə davam edirik. Bugün sizlərlə bir yerdə çox həyəcanlıyıq. Burada insanlarımız çox həyəcanlıdırlar. Baxın görürsüz üzərində həyəcan var. Əlbəttə ki, hər zamanki kimi mənim yanında olub həyəcanlı olmamaq başqa bir şeydir. Hə, o ifadə istəyirsən bax. Ölmək çatır. Günümüzün ilk sualı atalarımıza gəlir, əziz atalarımıza. Atalarımızı buradan öpürük, bağrımıza basırıq. Ana, Niyə məmərimi öpürsən? Asa otur, öpsün görək nə olur? Öpsün görək nə olur? axşam görək. Atalarımızı buradan öpürük, qucaqlayırıq hamımızı. Atalar candır, bilirik də əlbəttə ki, hər zamanki kimi. Əziz atalarımız, təsəvvür edin ki, bir münaqişədəsiz. Davadı qırğındır. Onda qarşı tərəf sizə səsini belə yüksəltdi. Siz onda nə reaksiya verərsiniz, nə edərsiniz? Birinci. Bu nədir? Mən demişdim atılmağı. Biz qabaqladıq. Aha, buyurun. Aha, deməli belə. Əgər yolda kimsə məndən dava və ya dalaş etmək istəyərsə, sakit səs tonumu ona bildirərəm ki, olmaz, gözəl qardaş. Əgər səsini yüksəldərsə, avtomatik olaraq Yaxşı, nə oldu? deyələ belə şey olur. Ay müəllim, birinci mən qardaş deyəm. Dayan da. Qoy üçünü bildirsən. Deyələ, mənim evimdə belə şeylər yoxdur, belə söhbətlər yoxdur. Qulaq as mənə. Arkadaş, birincisi... Otur danışda mıxbar baxtır, otur. Bax. Müəllim, qulaq assan mənə. Buyurun, buyurun. Birinci tutduq adamı, sən ağzının üstünə bir dənə qoyuram onu. Bax, özüm önüm deyirəm ha. Qızımızın da gördüyü tərbiyə elə budur da. Sən də tərsən. Mama maydanoz. Olmazsa bağlayın. Oy oy. O bana süsürdü. Su ayıları. Qulaq as, ağzının üstünə bir dənə qoyuram, özüm önüm deyirəm 5 manat puluna oturur. Yaxşı cavab idi. Bu da yaxşı. Yazıldı, xal yazıldı. Xal yazıldı. Yaxşı cavab idi. Təbrik edirəm sizi. Bəli. İkinci sualımız analarımıza gəlir, əziz analarımıza. Dayı hamını öpdük, analarımızı da öpək əlbəttə ki, hər zamanki kimi. Şap, şup öpürük əziz analarımızı buradan qucaq dolu sevgilər göndəririk. Şapada, şupada, şapada öpürük əlbəttə ki, hər zamanki kimi. Hə, siz indi sizə çox həyəcanlı bir sizdə həyəcan var. Həyəcan mən hiss edirəm sizdə. Mən anam heç yerində durmur. Nə oturub oturur. Təsəvvür edin ki, qızınızın sevgilisi var. Öyrəndiniz. Nə reaksiya verərsiniz, nə edərsiniz siz buna? Elə bir şey yoxdur. Aç dur. Mənim anam məni çağırır birinci. Buyurun, buyurun. Deməli, hamımız uşaq olmuşuq. Yeni nəsildir, uşaqlıq sevgisidir. Mənim qızımın sevgilisi olsa onu başa düşərəm və anlayışla qarşılayaram. Gözəl. Sən qızın axırı nə olacaq mən bilmirəm. İkinci anamızın cavabı nə oldu? Mənim qızımın sevgisi ola bilməz, var Yağmur. Hə, yox. Yox! Bax. Bu qulaq mənə lazımdır, bizə bax. Yoxdur. Bax, onlar 2000-ci ilin valideynləri yeni nəsillə ola bilər ki, anlaşılmır. Biz 1900 çoxdancı ilin valideynləri. Osmanın dövründən var. Biz elə bir şey ola bilər. Bu gedib hansısa qurumuşu sevə bilməz, başa düşdünüz? Bu bizim uyğun gördüyümüz biri ilə evlənə bilər. Bu. Ola bilməz. Ola bilməz. Düşünürsün ki, nə olur? Yaxşı, qəşəng bir cavab idi. Biraz qorxu filmi kimi. Sən qulaq as, 2 xal. Yaz biz 2-0. Yazdım. 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 Üçüncü sualımız əziz uşaqlarımıza gəlir. Da yenə hamını öpürük, uşaqlarımızı da öpək bu səfər. Sarılın. Hə, uşaqlarımızı öpürük, qucaq dolu sevgilər göndəririk. Uşaqlar bizim evimizin Dirəyi. Sağlığı qutar görək nə olur? Hə. xoşbəxtlik mənbələrimizdir bizim əziz uşaqlarımız. Qolu söz yox, çıtqırıldım, yarımçıq qalıb biraz.
Aha, sualımız gəlir, həyecanlısınız? Yox, çünki bilirəm ki, mən qabaqlayacağam onu. Qəşəng. Görək kim kimin qolunu qırıb kim qabaqlayacaq. Mənim belə bir şeyim var. Qulaq as müəllim. Mənim belə şeyim var ki, ona yazıldı, əli vardı, onun əli qırılıb da düzdür ki, atalar oynasın, əl salsın. Ata yox. O qulaq as, sən sual verirsən. Sən sonra cavab verəcəksən. Çox şeysən, vurub bilərsən. Bu nə sözdür? Ha, orada razılar, çolaq. Çolaq. Mənə qarşı nə yaranaq bu evdə? Yo, heç nə. Mənə qarşı nə yaranaq bu evdə? Ağlama, heç nə. Yaxşı, adınız nə oldu sizin? Şərəf. Şərəf bəy, sakit olun. Başlayın. Aha, sualımız odur ki, iki alanda valideynlərimiz buna necə reaksiya verir? Burada, hara baxırsan? Burada, hara baxırsan? Lan və çımğa nə istimi? İlk öncə anam mənə sakitcə izah eləyir, sonra bir günlük telefondan uzaqlaşdırır. Bu nə edir bu? Mən də deyim, deməliyəm, mən də sıram var da, mən adam deyiləm. Hə, deməli. Arxivdir mən görürəm. Deməli, mən ana bilsiz mən deyilir. Canım anam, mən götürüb padvala. Əla deyən gəlir. Azalfə, Nolfə. Yox, mən səhv dedim. Mən anam mənim bir gün dəftərlərimi yəni dəftərin başında tutuşdurur, telefonumu alır. Olur. Bu evdə şiddət görür. Saç da var. Nəşdə deyəs. Əsə. Valideynlər, sakitləşin, relaks olun, həyəcanlı olun, yaxşı olun, xoşbəxt olun. Amma biz belə dava ilə həll eləyə bilmirik də bu işi. Başa düşürsünüz də yəqin ki. Cavablarımı aldım, mən götürdüm, artıq özümdədir. İndi bilirsiniz də, yəni uduzan tərəf üzr istəməlidir. Hazır ol. Hazır olun. Qazanan bilindi məncə. Sənə. Açıqlayırıq. Aha. Açıqlamaq üzrəyik. Aha. Biraz açıqlayıram. Hə. Açıqladım. Hə. Açıqlamaq üzrəyəm. Hə. Gəlir yoldadır. Ay Allah dilim atlandı. Ay Allah gəlir. Allah gəlir. Harda? Allah bizi qorusun. Bu nə edir? Allah haqqı gəlir. Baba burdadır. Baba gəlir. Qazanan tərəfimiz. Aha. Hara bax. Milay tərəf. Hazır olun. Ya səni yolaladım. Onu bir yerə bağlayın. Elə olmaz. Mən itəm. Sən də artıq. Zapravkiti. Zapravka içəsən. Sakitləşin. Yağmur, qızım, sakit olun. Nə olsun ki? Uduzduz. Xuraman müəlliməmiz ölməyib ki. Qanatlarımın altında hamınıza yeri var. Nə qanatları deyə o? Victoria Secret qanatı. Bunlar bizdən üzr istəməlidir. Hazır olun. Bəli. Səni hazır eləyəcəm. Sən məktəbə gələsən o. Dinməz, Sən Rət. ikisini də qıracağam, ayaqlarını da qıracağım. Dinməz dur. Mən sən məktəbdən çıxartdırmasan nə adın yox deyil. Sən kimsən ki? Cücə. Şərəf bəy, üzr istəməlisiniz indi. Bəli. Gözləyirik. Arkadaşlar, geyinləşin, ata, sakit dur. Yaxşı, üzr istəyirəm. Adına uyğun olaraq üzr istə. Aha, buyurun. İstəmə, o çapqalar kimi çıxırlar. Üzürsən. Çil təpəli. Nətə? Üzürsən. Ölürsən? Soxdum boynu. Üzürsən. Qarın ağrır, elə olur, öz düzəlməli. O həyatında heç üzr istəməyib ki. Bir də de. Üzürsən. Vallahi başa düşə bilmirəm. Üzüm istəyirsən? Açtırmışam benim evimde neyse. Bas bayrağı buradan. Bas bayrağı. Bas bayrağı. Bas ne olur be? Sen neysen ha burada? Bas bayrağı. Müəllimə də qovursun. Azayet bas Başa bayrağı. düşürsünüz. Evet. Bu sen neydi? Müəllimə də Müəllimə. Aha, Zəhmət omuza bas bayraq. siz proqram pozdunuz amma. Ama ne mesela bu jurnalist imelini bilinmir ha. Rədd elə bu nə? Sən Camalsın qızını invalid qoymusan. Yaxşı eləmişəm. Hələ bir yetmir. Camalsın yanına padvala girirəm deyirsən. Yaxşı eləyirəm.
Allah bax. Git cəhənnəm ol gözüm görmür. Tutduğunuz ol. Şərəf. Mənə bax. Padvanın yerini bilirsən. Git cəhənnəm ol, gir ora gəlirəm. Çık qapını bağla. Hətta. Çık qapını bağla. Ay Allah Allah Allah. Şərəf. Nə olub bəs? Əsəbləşmə. Gör nə deyirəm. Və bax görüm. Nəsə dəyişiklik var səndə. Ha nə olub ki? Belə savallar da yaraşıqlı olmusan. Ayaqçı. Valla. Gönə düzəlmisən. Hə. Yaraşır. Ayaq. Valla. Ayaq. Bax, gör heç nə yoxdur. Ay Allah, saçlara bax. Gör, buruna bax, estetik. Tərəcür. Allah, Allah. Gör nə deyirəm, acından ölürəm elə. Azadır ha. Təzə yemək adı öyrənmişəm, onu bişirmişəm. Nə? Rolton. Şirdim çox qəşəng dadlıdır, tez hazırlanır. Hə? Belə bir yeşik paçka almışam, qoymuşam ora. Bir ay getdi yeyəcək, narahat olma. Azaq görək mən. Ha, gördün çox acmısan, dayanamırsın. Ez, ye. Yaxşı. Əsəlim, dur görüm. Ay Allah. Azaq istəz, bilmə. Ay, Əsəl zal, hə. sən də dar. Hə.